Salam yoldaşlar, hədəfin quiz suallarına baxmağa davam edirik. Növbəti testimiz elektrik tutumu, kondensatla elektrik sahəsi enerjisidir. 1. Elektrik sahəsi intensivini 2 dəfə artırdıqda elektrik sahəsi enerji sıxlığı necə dəyişir? Enerji sıxlığının ifadəsini qeyd eləsək, epsilon 0 y kvadratı bölünsün 2. Yəni, enerji sıxlığı intensivlikdən kvadratik asılıdır. İntensivliyin qiyməti 2 dəfə artdıqda kvadrati qədər artmış olacaq. Yəni, cavabımız olacaq 1 də D variantı. 4 dəfə artar. 5. Elektrik tutumun vahidinin əsas vahiddən ifadəsi. Tutumun vahidi. Tutum C bərabər Q bölünsün O, yəni yük bölünsün gərginlikdir. Yəni, tutumun vahidi də farad bərabər olacaq. Yük, kulon bölünsün gərginin vahidi volt. Kulon bölünsün volt. Yaxşı, volt nəyə bərabərdir? Volt gərginin vahididir. Gərginlik də U bərabər A bölünsün Q'dur, iş bölünsün yük. Onda volt da bərabərdir Joule bölünsün kulon. İndi yerinə qoysaq, kulon bölünsün volt. Kulon qalır yuxarıda. Voltun yerinə yazaram Joule bölünsün kulon. Kulon yuxarı qalxar. Kulon kvadrat bölünsün Joule olar. Kulon kvadrat. 1 kulon bərabərdir. Amper vurulsun saniyə. Yazın. Amper vurulsun saniyə və kvadrata qaldıracağam. Joule nəyə bərabərdir? 1 joule bərabər Newton vur metr, yəni kiloqram vur metr kvadrat bölünsün saniyə kvadrat. Kiloqram vur metr böl saniyə kvadrat Newton açışıdır. Təzədən metrə vursaq, kiloqram vur metr kvadrat böl saniyə kvadrat. Buradan da saniyə kvadrat yuxarı qalxır. Amper kvadrat vur saniyə üstü 4 olur. Kiloqram vur metr kvadrat da aşağıda qalır. Amper kvadrat vur saniyə üstü 4 böl kiloqram vur metr kvadrat cavabı hardadır? A variantındadır. 5-də A. 2. Kondensatorun yükü nəyə bərabərdir? Kondensatorun yükü dedikdə köynəklərdən birinin yükünün mütləq qiyməti başa düşülür. Yəni, müsbət Q və yaxud mənfi Q. Bunun mütləq qiyməti elə Q olduğundan 2-də cavabımız olacaq A variantı. Və 6. Müstəvi kondensator sabit gərgin məməylə qoşulmuşdur. Yəni, U bərabərdir konstant. Elektrik sahəsi intensivliyinin növbələrin sahəsinin hansıdır? Qrafik hansıdır? Elektrik sahəsi intensivliyinin ifadəsi Y bərabərdir. U bölünsün D olduğundan, burada sahə olmadığından sahədən asılı deyil. Cavabımız olacaq 6-da D variantı. Sabit gərgin məməylə qoşulanda elektrik sahəsi intensivliyi köynəklər arasındakı məsafədən asılıdır. Məsafədən tərs asılıdır. Sahədən isə asılı deyil. 3. İkinci kondensatorun enerjisi 10 millijoule olarsa, birinci kondensatorun enerjisi nəyə bərabərdir soruşur 3-cü sualda. Kondensator görürəm ki, paralel qoşulub və paralel qoşulanda enerji U bərabərdir konstant olur, gərginlik sabit qalır və enerjinin ifadəsi Cu kvadrat bölünsün 2-dir. Və mən burada görürəm ki, enerji tutumdan düz mütənasib asılıdır. Yəni, ikinci kondensatorun enerjisi 10 millijouldursa, yəni tutumu 2 dəfə çoxdur. Birinci kondensatorun enerjisi isə tutumu 2 dəfə az olduğu üçün onu böləcəm 2-yə 5 millijoule qiymətini almış olacaq. 3-də cavab olacaq C variantı. Yenidən təkrar edirəm. Paralel birləşmədə gərginlik sabitdir, U bərabərdir konstant. Enerjinin düsturu Cu kvadratı bölü 2-dir. Mən görürəm ki, burada enerji tutumdan düz mütənasib asılıdır. Və ikinci kondensatorun tutumu 2 dəfə çox olduğu üçün birinciyə nəzərən, onda enerjisi də 2 dəfə çox olur. Yəni, ikinci kondensatorun enerjisi 10 millijouldursa, birinci kondensatorun enerjisi 2 dəfə az olacaq, 5 millijoule qiymətini almış olacaq. Kondensator bataryası ümumi tutumunu 7-ci sualda bizdən soruşur. Burada da yenə paralel birləşmədir. 3-ü paralel birləşib və paralel birləşmədə tutumun ifadəsi 3-ü eynidirsə, onda sayına elə vurur. Yəni, 2 üstü 2 üstü 2. Yəni, paralel qoşulmada tutumlar toplanılır. Ya bunların üçünü də toplayırıq. Hər biri 2 olduğundan 6 edir. Və yaxud da qısaca sayına vururuq. 2 vur 3, 6 edir. Hər iki halda cavabımız 7-də C variantı olacaq. Paralel qoşulmada tutumlar ayrı-ayrı toplanılır. Eynisi elə sayına vurmağımız kifayət edir. 4. Kondensatorun daxilinə dielektrik nüfuzluğu epsilon olan dielektrik daxil etdiyi tutumu necə dəyişər? Tutumun ifadəsi epsilon 0 S bölünsün D-dir və sahədən düz mütənasib asılıdır. Köynəklər arasındakı məsafədən tərs mütənasib asılıdır və dielektrik nüfuzluğundan isə yenə düz mütənasib asılıdır. Yəni, dielektrik nüfuzluğu nə qədər çox daxil olursa, bu zaman tutumun qiyməti də o qədər çox artır. Yəni, epsilon qədər artmış olacaq. Epsilon dəfə artmış olacaq. Cavabımız olacaq 4-də B variantı.
8. Arıcı birləşmiş iki konstant ümumi tutumu C-dir. İkinci konstant tutumu C2 olarsa birinci konstant tutumu nəyə bərabər olar? Soruşur bizdən. Deməli, yoldaşlar, arıcı birləşmədə tutumlar ifadəsi C1, C2 böl C1 plus C2'dir. Bizə deyir ki, ikinci konstant tutum C2, o heç yazdır. Birinci konstant tutumu istəyir bizdən və ümumi tutumu biz C ilə işarə eləməliyik. Onda bu bərabərlikdən yazaram. Çapaz vursam, C vurulsun C1 plus C2 bərabərdir C1, C2. Buradan mən indi mütəzən içindən vursam, C1 plus C2 bərabər C1, C2. İndi mən buradan nə edə bilərəm? C2'ni, daha doğrusu C1'i ayırım. Onda C1 çıx C1, C2, C1, C2'ni sual gətirdim. Bərabər o birisini çəksəm o bir tərəfə C2. İndi buradan C1'i mütəzə xaricdən çıxarsam C1, C çıxılsın C2 bərabərdir mənfi C2. C1 buradan tapsam mənfi C2 bölünsün C çıxılsın C2. İndi burada da mənfi işarəsi yerini dəyişdirəcək olacaq C2 bölünsün C2 çıxılsın C. Cavabımız olacaq C2 bölü C2 çıxılsın C. 8'də A variantı. Sadəcə riyazi hesablamadır. Düsturdan C2'ni tapmalıyam. Bu da sırf riyaziyyat. 11. Kondensatorun enerjisinin onun elektrik tutumundan asılı qrafiki verilmişdir. Gərginin ifadəsi necə olar deyir. Burada enerjinin düsturu necədir? Enerjinin düsturu cu kvadratı bölü 2'dir. Və buradan onu tapsam, yəni gərginliyi tapsam, u bərabərdir 2W bölünsün C olacaq. Və biz demişdik ki, əgər qrafik koordinat başlanğıcından başlayırsa, yuxarı kəmiyyəti, yuxarıda qeyd olunan kəmiyyəti, aşağıda qeyd olunan kəmiyyətə bölsə bizə tangesi verir. Tangesi alfa bərabərdir W bölünsün C. Onda bunu əvəzləsə olacaq 2 tangens alfa kökdə. Cavabımız olacaq 11'də B variantı. Qrafik koordinat başlanğıcından başlayırsa, yuxarını aşağı böləndə bizə tangesi, əksinə aşağıdan tərsinə aşağıdan yuxarıya bölsəm bizə kotangesi verəcək. Yəni burada kotangesi alfa C bölünsün W'dır. Tangesin tərsi. Bizə də gərginliyi tapdıq C kvadrat bölü 2'dən. Bu bərabər kök altı 2W bölünsün C. Burada W bölünsün tangesi alfa olduğundan tangesi alfa ilə əvəzlədim və burada 2 də var idi. Kök altı 2 tangesi alfa olacaq. 11'də cavabımız olacaq B variantı. 9. Verilmiş nöqtədə kondensatorun növ könəkləri arasında məsafəni müqayisə eləyin deyir. Eləyək. Yəni qrafikləşdirsək, qrafiklər çəksək. Aha. 1, 2, 3 nöqtələri eyni qrafik üzərindədir. 4 ayrı, 5 də ayrı. Tutumun ifadəsi C bərabər epsilon, epsilon 0, S bölünsün D. Buradan mən məsafəni tapmalıyam. D-ni tapsaq, D bərabərdir epsilon, epsilon 0, S bölünsün C. Görürəm ki, tutum könəklər arasındakı məsafə tutumdan tərs mütənasibdir. Yəni, tutuma yaxın olanın könəklər arasındakı məsafənin qiyməti daha kiçik olacaq. Ona görə də 4'də D-nin qiyməti daha kiçik olacaq. 1, 2, 3'də onsuz eyni qrafik üzərində olduğu üçün qiymətlər bərabər olacaq. 5'də isə sahəyə yaxın olduğundan qiymət, mən burada görürəm könəklər arasındakı məsafədə sahədən düz mütənasib asılıdır. Onda D-nin qiyməti orada daha böyük olmuş olacaq. Yəni, cavabımız olacaq 9'da A variantı və yaxud bucaq kimi baxa bilərsiniz. Bunun bucağı bu qədər, bu 1, 2, 3'ün bucağı bu qədər, 4'ün bucağı bu qədər. Yəni, getdikcə 4'də qiymət artdıqca bucağın qiyməti artır və C bölünsün S bizə S bölünsün C'dir burada. S bölünsün C bizə aşağını yuxarı böldüm. Kotangens alfanı verir. Və kotangens alfadan azalan funksiya olduğundan bucağın qiyməti artdıqca bizim qiymətimiz azalmalıdır. Və burada da bucağın qiyməti getdikcə 4'də artdığı üçün D-nin qiyməti 4'də azalmış olacaq. Yəni 4'də ən kiçik qiymət alır. 1, 2, 3'də eyni bucaq olduğu üçün bir-birinə bərabər olur qiymətlər. 5'də isə ən kiçik bucaq olduğu üçün D orada ən böyük qiymətini almış olacaq. Cavabımız olacaq 9'da A variantı.
12. Verilmiş kondensatorun gərginliyinin 10 yükünün miqdarının asılı qrafiki hansıdır deyir. Verilmiş kondensator deyirsə, avtomatik tutum sabitdir. Və bu zaman gərginliyin ifadəsi U bərabərdir. C bərabər Q bölü U-dan U-nu tapsaq, U bərabərdir Q bölünsün C. Yəni, 3-dən düz mütənsib asılı olacaq. 12-də cavabımız olacaq Y variantı. 13. Elektrik tutumları C1 bərabər C, C2 bərabər 4C olan iki müstəvi kondensator şəklə kimi birləşdirilmişdir. Kondensatorların ümumi tutumu neçə C-yə bərabərdir? Bu görürəm ki, paralel birləşmədir və paralel birləşmədə tutumu nə edirik? Toplayırıq. Yəni C1, C2, 4C-dirsə, paraleldə olacaq C1 plus C2, yəni C plus 4C olacaq 5C cavabımız. 5C-yə bərabərdir. 14. Sxema əsasında doğru ifadələri seçin deyir. C1, C, C2 isə 2C-dirsə, bu ardıcıl birləşmədir. Ardıcılı yüklər bərabər olduğundan nisbəti 1 olacaq. Deməli, birinci variant doğrudur. Və gərginlik U bərabərdir Q bölü C olduğundan gərginlik tutumdan tərs münasibdir. Yəni, ikincinin tutumu birincidən 2 dəfə böyük olduğu üçün C2 2C-dir, C1 C-dir. Onda tərsi olacaq. U1 bərabərdir 2U2 olacaq tərsi. Onda U1 ilə U2-nin nisbəti olacaq 2. Və mən burada belə bir variant görmürəm. 3-də 1 nisbət göstərib, 4-də 3 nisbət götürüb. Deməli, hər ikisi uyğun deyil. Yüklərin nisbətini burada 3 göstərib, bu da doğru deyil. Çünki yüklər bərabərdir. Cavabımız elə yalnız 1 olmuş olacaq. Sonra 10. Birinci kondensatorun yükü 2 olarsa, üçüncü kondensatorun yükünü təyin edin deyir bizə. C3C, C2 2C, C1-də C-dir. Və sol tərəf sağ tərəfdən ardıcı qoşulub və sağ tərəfdə iki tutum bir-birindən, iki kondensator bir-birindən paralel qoşulub. İndi bunu tapsaq, əvvəlcə paralel birləşməyə baxsaq, paralel birləşmədə uğurlar nədir? Bir-birinə bərabər olur. Yəni C2C-də U1 U2-yə bərabərdir. Və paralel birləşmədə yüklər toplanır. Və yük bərabər CO olduğundan yük tutumdan düz mütənasibdir. Yəni, burada C1 C-dirsə, yəni yük Q-dursa, burada olacaq tutum 2 dəfə çox olduğu üçün 2Q. Və paralel birləşmədə sağ tərəfi onda toplayıram. Sağ tərəfdəki yük olacaq Q1 plus Q2, yəni 2Q plus Q, 3Q. Deməli, sağ tərəfdə 3Q yükü var və sol tərəflə sağ tərəf bir-birinə ardıcı qoşulub və ardıcı qoşulmada yüklər nədir? Bir-birinə bərabərdir. Yəni, bu soldakı yük Q3 bərabər olmalıdır. Sağdakı yüklərin cəminə. Q1 plus Q2. Yəni, təzən təkrar edirəm. Bu sol tərəf sağ tərəfdən ardıcı qoşulub və ardıcı qoşulmada yüklər bir-birinə bərabər. Yəni, sol tərəfdə olan yük sağ tərəfdə olan ümumi yükə bərabər olmalıdır. Və onda deməli Q3 bərabərdir Q1 plus Q2. Onda Q3 də bərabər olacaq. Q1 2Q plus Q2 Q, yəni 3Q-yə bərabərdir. Cavabımız olacaq onda C variantı. Yerdən təzən təkrar edeyim. Paralel birləşib C1-dən C2, onda paralel birləşmədə yük tutumdan düz mütənasib asılıdır. Yəni, burada tutum C-dirsə, burada tutum 2C-dirsə, burada yük Q-dursa, digərində olacaq 2Q. 2 dəfə o qiymət daha çox olacaq, çünki tutum 2 dəfə çoxdur. Və sağ tərəfdə ümumi yük olacaq 3Q. Sağ tərəfdə 3Q ümumi yük varsa, sol tərəfdə də 3Q ümumi yük olmalıdır. Çünki ardıcıl birləşmədə yüklər bir-birinə bərabərdir. Və bizə də sol tərəfdəki yükü istədiyimiz üçün cavabımız olacaq sağ tərəfdəki yükün cəminə, yəni 3Q-yə. Və 15-ci sual, sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun lövhələr arasındakı məsafəni 3 dəfə artdıqda kondensatorun yükü, gərginliyi və elektrik sahəsinin enerji sıxlığı necə dəyişər bizə deyir. Sonuncu sualımız. Baxaq, sabit gərginlik mənbəyinə qoşulduğu üçün gərginlik avtomatik bu bərabərdir konstant yazdım. Bu zaman yükün ifadəsi Q bərabərdir C, U. C-nin yerinə yazaram. Epsilon sonra S bölünsün D. Onda olacaq epsilon sonra S bölünsün D, bu. Burada görürəm ki, yük məsafədən tərs mütənasibdir. Yəni, məsafə 3 dəfə artdıqda yük 3 dəfə azalır. Yəni, 1-ə uyğundur Y. Sonra, gərginlik necə dəyişir? Gərginlik sabit olduğu üçün dəyişməyəcək. C variantı uyğundur. U bərabərdir. Konstant yazdım. C variantı uyğundur.
Yaxşı, elektrik sahəsində enerji sıxlığı necə dəyişir? Enerji sıxlığının ifadəsi epsilon sıfır y kvadratı bölü 2-dir. Y-nin yerinə nə yaza bilərəm? U bölünsün D. Onda olacaq epsilon sıfır bölü 2 vur u kvadrat bölünsün D kvadrat. Yəni, o da tərs kütləsinədir, amma kvadratı ilə tərs kütləsinədir. Yəni, məsafəni 3 dəfə artırdıqda elektrik sahəsində enerji sıxlığı azalacaq yenə, lakin 3-ün kvadratı qədər azalacaq, 9 dəfə azalmış olacaq. Deməli, 1 də Y, 2 də C, 3 də B variantları uyğundur. Təzədən təkrar edeyim. Sabit gərgin mənbəyinə qoşulduğu üçün bu bərabərdir konstant yazdım. Yəni, ikinci variant olsuz dəyişməz. Yükü istəyir bizdən. Yük bərabərdir tutum vurulsun gərgini. Tutumun ifadəsi epsilon sıfır S bölünsün D olduğundan yük məsafədən tərs tutanasıdır. Yəni, məsafəni 3 dəfə artırdıqda yük 3 dəfə azalar. Elektrik sahəsində enerji sıxlığının da ifadəsini yazdım. Epsilon sıfır y kvadratı bölü 2-yə bərabərdir. Burada intensivliyin ifadəsi U bölünsün D olduğundan yerinə qoydum və kvadrat olduğundan kvadrata qaldırdım. U kvadratı bölünsün D kvadrat. Və görürəm ki, elektrik sahəsində enerji sıxlığı da yük kimi məsafədən tərs tutanası basılır. Lakin kvadratrik tərs tutanasıdır. Yəni, məsafəni 3 dəfə artırdıqda elektrik sahəsində enerjisinin sıxlığı da azalacaq, lakin 3-ün kvadratı qədər azalacaq. 9 dəfə azalmış olacaq. 1-ə Y, 2-yə C, 3-ə B. Bu qədər yoldaşlar, növbəti izahlarda görüşənə də özünüzdən müğayyət olun. Hələlik.